Hə dostlar, Laçın bir şəndərəsindən hər kəsi salmadım. Hər vaxtınız xeyir olsun deyirəm. Ben bugün bir neçə video çəkmişəm. Bu da bizim yine kendimizin arasında olan, kendimizin başının üstünde belə bir tane qayalık var. Bu qayanın adı Mumlu Qaya deyirlər. Məsələn, bir adamın bir maliyyətəndə nəysə soruşmaq istəyəndə deyir ki, hardaydın? Bu yerlərin adı olduğu üçün, məsələn deyir ki, Mumlu Qayada və yaxud da Enli Dərədə və yaxud da Şirinbulağın dərəsində, sonra belə Laleçənin dərəsində bax belə yer adları var ki, onları biz bilirik. Bax bu qayanın da adı Mumlu Qayadır. Mumlu Qaya deyiləndə bax görüşünə görüşür ki, bax belə maraqlı bir qayadır, dağdır deyim yox. Dağ deyil, ancaq belə aşağıdan yuxarı baxsaq, bax belə təxminən yolumuzdan bizim orada tuş planımız var, yolumuzdan bura 300 metre olar, az mı çok mu dəqiq deyə bilmərəm, ancaq təxminən 300 metreden sonra bax belə bir maraqlı qaya var. Onun üçün mən də maraqlandım. Dedim elə az da olsa bu qayadan sizə çəkeyim, paylaşım, yəni tarixə salım. Qayanın bax belə yan tərəfindən, sol tərəfindən biraz da maraqlı yeri var, ancaq video geniş olmasın deyə mən ön hissəsindən bax belə təbiətin öz yaratdığıdır. Burada bir balaca belə quruluq, yəni zağac kimi var. İndi çıxıram yəni yuxarı hissəni mən kənardan görürəm, ancaq buradan görüş nədir, dəqiq nə var, nə yox, onu deyə bilmərəm. Mən də çıxıram yuxarıdan, biraz ətraflı olsun deyə yuxarıdan çəkim. Bu qaya bizim kəndin deməli yaxın hissəsindədir. Yəni bizim Kuzey Taydan əgər bir adam çağırsa, səslənsə, bax bura echo verir, elə bil ki, turist demişlər. Yəni səslənir. Mumlu Qaya, əgər oradan bir adam çağırsa, bu qayaya səs düşür. Hər tərəfə səs yayılır. O da ola bilsin ki, bax bu kahanın belə səsi bir balaca belə dərinə gelir. Təxminən 5-6 metr var. Bax belə olar. Bu qaya bu cür bax belə oyuqlardan ibarətdir. Bu heç bura insan əli dəyməyib. Qaya təbiətin öz yaratdığıdır. Çox maraqlı görüşü var həqiqətən də. Belə adam baxır, inanılmaz dərəcədədir ki, yəni bu cür qayanın bax yuxarıdan da hələ var. Yuxarıdan da var, ancaq ora çıxmaq mümkün deyil. Orada bəlkə yuxarıda da var biraz. İndi yenə də biraz o tərəfə gedim. Sağ tərəf gedirəm. Burada o qədər də məsələn maraqlı yer yoxdur. Ancaq yenə belə bax bu yüzdən bir balaca yenə də oyuq yerdir. Kənardan baxanda bu qaya tamamilə başqa cür görünür. Çox maraqlı görünüşü var. Ancaq indi mən gəlmişəm bura, qayanın lap yaxındayam. Buradan adama o qədər də məsələn maraqlı görsənmir. Bu qayanın görünüşü əsas maraqlı olan görünüşü kənardan baxmaqdır. Kənar görünüşü ilə bu yaxından baxmaq eyni oxşar deyil. Sonra yenə bir sağ tərəfə gedirəm. Sağ tərəfə də baxım. Yenə burada da bax həminki qaydada yenə burada da bax belə bir dənə belə oyuq var, zağac kimi. Qaya çox sərt daşdan, qayadan ibarətdir. Yəni bunu oymaq da mümkün deyil. Nəsə əllə. Ancaq yenə də bax bu yerlərdə yenə də bax belə maraqlı, elə bil ki, quş yuvalarıdır, nədir? Bax belə görüşür. Elə bil ki, dəqiqliklə quş yuvasına oxşuyur. Maraqlı oyuq yerləri var. Elə həqiqətən də quşun orada otu da görüşür ki, yəqin ki, quş yuvasıdır. Belə yenə qayanın ağzının alt hissəsində deyim ki, məsələn o qədər də böyük olmasa da bax burada belə bir dənə də pald ağacıdır. Balacadır, böyükdür. Bu da pald ağacı qayanın qabaq tərəfindədir. Sonra belə yandan çəkirəm, elə az da olsa bir yan görünüşünü də ümumi çəkim göstərir. Qaydan kuzey tərəfdir.
Bax bu da belə Mumlu Qayanın bax belə sağ tərəfdən görünüşü. Hə dostlar, mən də onu bir də qeyd edim ki, bunu kənardan baxanda bu qayanın bir başqa cür görünüşü var, ancaq bu yaxına gəlirsən burada hər şey elə bir şey tamamilə başqadır. Ona görə ki, bu qayanı yaxından görmək mümkün deyil. Mənim arxa hissəyə getməyə yerim yoxdur. Mən arxadan bu qayanın tam dəqiqlərini çəkə bilməmişəm. Mənim indi sol tərəfdən qayanın o oyuq yerlərin nə lazım onları Mumlu Qayanın əsas görüşü bu hissəsidir. Bunu mən yaxından tam dəqiq çəkə bilmədiyim üçündür. Mən əlavə edirəm, bu Mumlu Qayanın sağ tərəfindəndir. Əsas qayanın şaha hissəsi, bax belə təbiətin öz yaratdığı şaha var. Bax bu şahaya mən yaxınlaşıram. Bu şahanın altında bir bazı hissələr çəkib göstərir. Bu qaya bayaqlar dediyim kimi kənardan bir adam kimsə çağırsa bu qayada echo verir, səslənir. Qayanın bu quruşunla ola bilsin bağlıdır, dəqiq deyə bilmərəm. Ancaq burada tamamilə qayaların üstünə gedirəm. Mamurlu, yəni təbiətimiz yarattığını qayadan ibarətdir. Deyim ki, tam da məsələn dağdır, yox dağ deyil. Bayaqlar dediyim kimi, oradan bura təxminən 300 metr olar. Deyim, bəlkə də ola bilsin 400 metr deyəlim, amma dağın biraz da yuxarı çıxsaq, dağın baş hissəsi sayılır. Bax belə Mumlu Qayanın yenə də bax buradan, bax belə düşüm aşağıdan çəkim. Görüm necədir. Mən bura o qədər də gəlməmişəm, məlumatlı deyiləm. Yəqin ki, burada telefonda da eşidilir. Bax burada mən danışıram, yəqin ki, bəlkə də echo verir. Bax qayanın altı görünür, quş yuvasıdır, bax belə özündən yaranan oyuqları var. Maraqlı bir yerdir. Sonra indi keçirəm əsas yuxarı deyə baxaq. Mənim burada danışdığımı mənim öz qulağım məsələn eşidir, görürəm ki, elə həqiqətən də echo verir. Qayada bax bu hissələrdə çox böyük bir bax belə yuxarıdan hündürlüyü var. Onlar 4-5 metr. Ancaq belə məsafəsi olar belə gedirəm yuxarı 10 metr olar. Burada da yəni belə qayanın içində gizlin elə bir oyuqlar var. Bunu əllə qazımaq belə düzəltmək imkan deyil. Ancaq təbiətin öz yarattığıdır, bayaqlar dediyim kimi. Elə maraqlı belə oyuqlardır ki, həqiqətən də belə adam heyran olur. Qayanın o qədər gözəlliyi var ki, əsl elə deyim ki, turistin gəliş gəzəsi, baxası məsələn yerlərdən biridir. Bu hissələrdə yenə tam çıxıram yuxarı. Burada da yenə oyuqlar, çox belə gizlin oyuqlar var. Yerin elə bir ki, dağın içinə gelir. Və belə üzü bu tərəfə tuturam. Burada da ki, qayanın şahadan çıxış tərəfi görüşür, giriş tərəfi görüşür. Mən indi lap da şahanın arxa tərəfindən çəkirəm. Bax görünür ki, necədir. İndi hələ burada bir də belə bir şeyə rast gəlmişəm. Deməli, buradan bölümlü yerlər var. Həmi sağ tərəfə, həmi sol tərəfdən bax belə yenə qayanın içindən bax belə oyuq görünüşü var. Mən buradan da çəkirəm. Maraqlı bir görünüşdür, həqiqətən də. Belə adama çox maraqlı gəlir. Belə qayanın üstündə yenə bax belə oyuq yerlər, biri belə çaxsa deyirlər, çaxsa kimi bax belə yerlərlə mövcuddur. İndi düşürəm aşağı, biraz sərtdir. Şurmasam yaxşı olardı. Mən də bu cür çəkirəm. Elə biləm də bundan belə sağ tərəfə heç nə yoxdur. Mən indi yerdə də belə baxsam, özüm üçün elə yenə yaxşı olar. Baxın görün nə var burada. Yenə qayanın sağ tərəfdə yenə qayada çox maraqlı yerlər var. Ancaq mən bu videonu istəmirəm biraz uzun olsun. Orada da maraqlı yer çoxdur. Bu qayanın
yukarı hissəsində qalxan dərə kimi yer var. Ancaq da mən ora qalxa bilmirəm. Bax, dediyim kimi, bax bu mumlu qayadan da bu qədər. Hətta qalın, inşallah videonun davamı gələcək. Videonu izlediğiniz için her bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.